Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə sadəcə imtahana hazırlaşmaqdan yox, imtahanda fərq yaratmaqdan danışacağıq. Çünki artıq hamımızın da başa düşdüyümüz kimi sertifikasiya yalnız bir bilik yarışı deyil. Bu sizin peşəkarlığınızın, düzgün sisteminizin, özünüzə olan inamınızın göstəricisidir əslində. Və mən bu yolda onlarla, yüzlərlə müəllimlə çalışan bir təlimçi kimi sizə bir həqiqəti demək istəyirəm bugün. Yüksək nəticə təsadüf deyil. Yüksək nəticə düzgün strategiya, sistemli hazırlıq və əlbəttə ki, psixoloji dayanıqlığın nəticəsidir. Nə demək istədiyimi 4 addımda, ən sadə formada sizə çatdırmağa çalışacağam. Birincisi budur ki, əziz müəllimlər, mövzular üzrə etdiyiniz testlər var ha. Bax, onlar sizin bir növ güzgünüzdür. Mən çox müəllimlər görmüşəm ki, aylarla mövzuları oxuyur, amma test həllinə gec başlayırlar. Bax, bu çox ciddi səhvdir. Hətta mən deyərdim ki, bağışlanılmaz səhvdir. Çünki test sizin zəif nöqtələrinizi üzə çıxarır. Siz bilmədiyinizi yalnız necə deyərlər, sualda ilişəndə anlayırsınız. Mən həmişə əslində belə deyirəm ki, səhv etdiyiniz sual sizin düşməniniz yox, inkişaf xəritənizdir. Səhv etdiniz, əla. Deməli, inkişaf edəcəyiniz nöqtə tapıldı da, testləri etdikcə bir müddət sonra görəcəksiniz ki, özünüzdə sizin ən böyük müəlliminiz elə etdiyiniz yanlışlar olub, səhvlər olub. Əziz müəllimlər, yeri gəlmişkən, gəlin elə indi sizinlə bu mövzu ilə çox yaxından bağlantısı olan və çox inandığım şəxsi bir fikrimi də bölüşüm. Yəqin mənimlə razılaşarsınız ki, biz həmişə öyrənmək istəyirik, elə deyilmi? Məsələn, istəyirik ki, kimsə bizə nəsə öyrətsin. Bir müəllim, bir təlimçi, bir pedaqoq, kimsə bizə daim nələrsə öyrətsin. Biz də o öyrəndiklərimizlə yaşayaq. Yəni, bir şeyi başqasından öyrənmək istəyirik. Amma insanın ən yaxşı müəllimi bilirsiniz kimdir? Elə onun özüdür. Yəni, insanın özündən öyrəndiyini ona heç bir müəllim, heç bir alim, heç bir tərbiyəçi öyrədə bilməz. Yəni, insan ən çox elə özündən öyrənir. Məsələn, biri sənə tikiş tikməyi öyrədə bilər. Amma sən necə bir paltar tikəcəyini həmin dərzidən əsla öyrənə bilməzsən. O sənə tikişin texnikasını göstərə bilər uzaqbaşı. Amma sən özünün necə bir geyim yaradacağını, bir geyim tikəcəyini yalnız özündən öyrənə bilərsən. Yalnız və yalnız özündən. Baxın, insan ömrü necə keçir bilirsiniz? Doğulduğu gündən, həyatdan köçdüyü günə qədər insan əslində özünün necə biri olduğunu, necə bir xarakterə sahib olduğunu öyrənir. Doğulduğu andan həyatdan köçəcəyi günə qədər insanın əsas işi özünü tanımaqdır əslində. Məsələn, bir insan çox qorxaqdırsa, bir gün həmin o qorxusunun üstünə gedəndə qorxmazlığı, cəsarəti öyrənir. Özündən başqa heç kim ona cəsarəti öyrədə bilməz. Tutaq ki, tez oyanmaq istəyirsən, yuxudan tez durmaq istəyirsən səhərlər. Dünyada heç kim sənə bunu tam şəkildə öyrədə bilməz. Sən əvvəlcə yuxudan tez duranda çətinlik çəkə bilərsən əlbəttə ki. Bir gün qəhvə içərsən, yenə alınmaz. Başqa bir gün açıq havada gəzərsən ki, yuxun qaçsın, yenə alınmaya bilər. Amma bir gün öz bədənini necə oyandıracağının yolunu axtarıb tapacaqsan. Bax, o zaman tez oyanmağı özündən öyrənmiş olacaqsan əslində. Baxın, bir körpə yeriməyi necə öyrənir? Ana göstərir, ata göstərir, insanlar ondan nümunə olur. Amma yeriməyi heç kimdən öyrənmir körpə. Körpə ayağa qalxır, yıxılır, yenə qalxır, yenə yıxılır və sonunda yıxılmadan necə yeriməyi özündən öyrənir. Əslində bunun adı tətbiq edərək öyrənməkdir. 1000 dəfə plov bişirmə videosunu izləyə bilərsiniz. Amma plovun hazırlanma qaydasını yalnız özünüz bişirəndən sonra həqiqətən öyrənirsiniz. Dünyanın ən məşhur aşpazını 1000 dəfə izləsən belə, özün etməsən bunu bilməyəcəksən. Həyatda da belədir. Baxırıq, dinləyirik, danışırıq, amma etmədikcə, yəni özümüz tətbiq etmədikcə bunu bilmirik. Bir şeyi etmədiyin müddətcə onu bilmirsən. Sən etmədiyin heç nəyi öyrənə bilməzsən. Yəni, bu mümkün deyil. Heç kim sənə yaşamadığın şeyi həqiqi mənada öyrədə bilməz. İkincisi isə sadəcə oxumaq kifayət deyil. Düzgün oxumaq lazımdır. Bir çox müəllimin etdiyi ən böyük səhv budur.
Mövzuları çox oxuyur, amma imtahan dili ilə düşünmür. Sertifikasiya və yaxud da ki, işə qəbul imtahanı sizdən yalnız məlumatı xatırlamağı yox, əziz müəllimlər, onu tətbiq etməyi tələb edir. Mən təlimlərimdə bunu hər zaman vurğulayıram. Əgər siz qanunu, standartı və yaxud prinsipləri situasiya içində görə bilmirsinizsə, deməli sadəcə əzbərləyirsiniz. Əzbər isə imtahanda sizi yarı yolda qoya bilər. Mənim şəxsi təcrübəmdə ən yüksək nəticə göstərən müəllimlər bir xüsusiyyətə malik olublar. Məlumatı maddə kimi əzbərə yox, məntiq kimi öyrəniblər. Yəni, özünüzdən soruşun. Bu prinsip niyə var? Bu vəzifə hansı problemi həll edir? Bu standart uşağın inkişafında nəyi dəyişdirir? Bax, bu suallar sizi sadəcə imtahana hazırlaşan yox, mövzuları anlayan və tətbiq edə bilən bir mütəxəssisə çevirəcək. İndi isə üçüncü əsas fikrə gələk. Psixoloji hazırlığınız nə az nə çox elə biliyiniz qədər vacibdir. Bəzən müəllimlər hər şeyi bilir, amma imtahanda panika yaşayırlar. Ya sualı səhv oxuyurlar, ya açar sözü qaçırırlar, ya da ki, ən sadəsi vaxtı düzgün idarə edə bilmirlər. Bu artıq bilik problemi deyil, bu idarə etmə problemidir. Mən öz təlimlərimdə bir qaydanı əsas götürürəm. Özünüzü əvvəlcədən zamanlı sınaqlara salın. Telefonu kənara qoyun, 60 sualı real vaxt rejimində həll edin. Beyniniz təzyiqə öyrəşməlidir. Çünki imtahan günü ilk dəfə stres yaşamamalısınız. Yəni, siz buna bir növ vərdiş etməlisiniz. Kursuma qoşulan bütün müəllimlər üçün belə bir imkan yaradıram ki, həmin imtahanın bir növ simulyasiyasını keçmiş olsunlar və o stresi yenmiş olsunlar. Dördüncüsü isə, əziz müəllimlər, siz sadəcə imtahan vermirsiniz. Bir növ status qurursunuz. Bu sertifikasiya sizin maaşınıza, peşəkar nüfuzunuza, özünüzə baxışınıza təsir edir. Bu səbəbdən hazırlığa məcburiyyət kimi yox, bir növ karyera yüksəlişi kimi baxın. Mən bir təlimçi olaraq ən böyük dəyişimi burada görürəm. Hazırlığa qorxu ilə başlayanlar tez yorulurlar. Hazırlığa məqsədlə başlayanlar isə yüksəlirlər. Özünüzə bir sual verin. Mən sadəcə keçmək istəyirəm, yoxsa seçilmək? Bax, bu sual sizin gündəlik davranışınızı dəyişəcək. Mənim təlimçi kimi sizə ən güclü tövsiyəm, dağınıq hazırlaşmayın. Bir sistem qurun olardı. Uğurlu model budur. Birinci addımda mövzunu öyrənin, sonra testlərlə möhkəmləndirin öyrəndiyiniz mövzunu, üçüncüsü səhvlərinizi analiz edin və dördüncüsü psixoloji cəhətdən məşq edin. Bax, bu 4 addım sizi hər hansısa bir təsadüfi nəticədən yüksək nəticəyə doğru aparır. Sizə çox vacib bir həqiqəti demək istəyirəm. Sertifikasiya və yaxud işə qəbul imtahanı sizin zəkanızı sıfırdan ölçmür. O, sizin potensialınızı nə qədər sistemli istifadə etdiyinizi göstərir. Siz artıq bir müəllimsiz, düzdürmü? Və siz öz işinizdə uşaqların inkişafına toxunan bir insansınız. Deməli, öyrənməyi də bacarırsınız, öyrətməyi də. Sadəcə bunu strategiyaya çevirmək lazımdır. Bugün bir qərar verin. Qorxu ilə yox, planla hazırlaşacağam. Təsadüflə yox, strategiya ilə nəticə qazanacağam. Sadəcə imtahanda iştirak etməyəcəm. Yüksək nəticə göstərəcəm. Mən sizə inanıram, əziz müəllimlər. Siz də özünüzə inanın. Doğru metod, davamlı hazırlıq və peşəkar yanaşma ilə siz bu imtahanda yüksək nəticə əldə edə bilərsiniz. Yəni, bu mümkündür. Sonda sizə bir vacib məlumatı da çatdırım. İyun ayı üçün sertifikasiya və MİQ hazırlıq qruplarımıza qeydiyyat artıq açıqdır. Bu qruplarda biz imtahana sistemli hazırlıq, test analizi, mövzuların ən sadə və yadda qalan formada izahları və əlbəttə ki, psixoloji dəstək üzərində işləyirik. Əgər siz də bu prosesi tək yox, yönləndirilmiş və planlı şəkildə keçmək istəyirsinizsə, İyun qruplarımız sizin üçün uyğun bir fürsətdir. Qeydiyyat üçün 055 933 55 75 nömrəsinə yazmaqla müraciət eləyə bilərsiniz. Və əgər bu videolarım sizə faydalıdırsa, kanala abunə olmağı, videonu paylaşaraq daha çox insana çatdırmağı və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Unutmayın ki, sizin dəstəyiniz daha çox faydalı məzmun hazırlamağım üçün ən böyük motivasiya mənbəyidir mənə. Hər birinizə uğurlar arzulayıram.